Allah'ın salamı olsun. Aksu torpağından canımız, can Azərbaycanın hər tərəfinə və hər bir bölgəsinə. Bu dünyanın yeganə ədalətli bir hökmü, bir qərarı var. O da ölüm hökmüdür. Allah'ın ölüm qərarıdır. Çünki bu qərar şahla qulu, varlı ilə kasıbı eyniləşdirən və bərabərləşdirən bir hökmdür. Nə yaxşı ki Allah'ın ölüm hökmü və qərarı varmış. Bax, ona görə də yetim Eyvaz, bədbax Eyvaz yazırdı ki, istər prokuror ol, istər nazır ol, Eyvaz qardaş, ölüm gəlir hazır ol, yaranmışıq bir gecədə getdi var. Bu dünyanın nə yaxşı ki ölümü var. Mənim gənc və istedadlı şair dostum, Bolsulu balası Anar Əliyev yazır ki, mənəm deyənləri zirvələrdən inən gördüm. Bu dünyanı çox sevənin ulduzunu sönən gördüm. Sən də bəndə, mən də bəndə. Vallah, gedəcəyik məndə, sən də. Ədalətdən söz düşəndə cin atına minən gördüm. Çəpər olmaz kol gücünə, arxalanma qol gücünə. Anar, lalı, pul gücünə çox danışıb, dinən gördüm. Çox danışıb, dinən gördüm. Allah'ın hər qərarına min şükürlər olsun.